Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Araz News radyosunun değerli dinleyicileri, bura panorama programıdır. Geçen ay İran'ın muhtelif şehirlerindeki itirazlarla eyni vaxtda Cumhuriyet İslami'nin halka karşı türettiği insanlık aleyhine cinayetlerden başka bu itirazların mahiyeti ve seslendirilen şuarlar hakkında farklı rivayetler veya anlatılar ortaya atıldı. Bu rivayetlerden biri Pehleviçi şuarların abartılmasıydı. Sonradan belli olduğu üzere İran International kimi bazı medyalar bu şuarları təxminən %400'e kadar büyütmüşler. Güney Azərbaycanın Təbriz və Urmiya kimi şəhərlərində də bu şuarların əsasən film götürən şəxslərin özü tərəfindən səsləndirildiyini və ətrafdakı məhdud bir neçə nəfərin bunu təkrar etdiyini gördük. Ayrıca mediaların başqa şəhərlərin videolarını Təbriz adına yaymaqları da gözdən qaçmadı. İranda xalqın Cumhuriyet İslami'dən dərin bir nifrət duyduğu aydındır. Ancaq buna baxmayaraq opozisyonun bir qisminin apardığı media savaşına da şahid oldu. Elə görünür ki, onlar öz səslərini bütün İrana nisbət vermək istəyirlər. Özünü xalqın tam təmsilçisi kimi göstərən bu cəryan Cumhuriyet İslami sonrası geçid dövrü üçün İzdirar dəftərçəsi adlı bir sənəd təqdim etmişdir. Bu bağlamda bugün panoramada Sued'de yaşayan müstəqil Azərbaycanlı jurnalist Sayın Babək Azad ile birlikte hem itirazların meydandakı gerçekleri hem de İran'ın geleceği için təqdim olunan bu sənəd hakkında danışacağıq. Sayın Babək Bəy Azad, panorama programına hoş gəlibsiniz. İlk önce Azerbaycan şehirlerinden yayılan videolardan başlamak istəyirəm. Pəhləviçi şuarları gedən videolarla bağlı maraqlı bir nokta var. Bu videolar son vaxtlar İrandan çıxan ve geçmişte hakimiyyət qurumlarında çalışan müəyyən bir şəxs tərəfindən paylaşılır. Bunu yayanlar bu düşüncenin yeni səltənət tələbliyin Azerbaycanda qalib olduğunu iddia edirlər. Onlar Azerbaycandaki milli hərəkəti ki elbette onlar bu hareketi pantürk veya təciyə tələb adlandırırlar. Bu son xiyaban etirazlarında silip süpürüldüğünü iddia edirlər. Siz ümumiyyətlə bu mövzunu necə təhlil edirsiniz? Sizcə bu Pəhləviçi şuarlarını Azərbaycanda xalqın ümumi iradəsinin təmsilçisi kimi hesab etmək olarmı? Bildiğiniz kimi İranda son etiraz aksiyalarla əlaqədar çox sayda film yayılıb, çox təəssüflə araşdırmalar göstərir ki, bu bəzi filmlər orijinal deyirlər, həqiqi deyirlər. Yəni bunlarda əl aparıblar, misal üçün bunun səsini dəyişiblər, ya yapay zeka ilə, yəni huşu məsnui ilə buna bəzi effektlər veriblər. İranda əsas problem bundan ibarətdir ki, tərəfsiz, etibarlı xəbər agentliklərin fəaliyyəti yasaqdır. Bu xəbər agentliklərin bir məxsus şöbəsi var. Bir xəbər ya film gələndə orada araşdırırlar, görürlər bu film orijinaldır, ya bunda əl aparıblar. Niyə bu işi görürlər? Çünki hüquqi baxımdan məsuliyyət daşırlar. Əgər bura bir yanlış məlumat yaysalar, bunlara qarşı cinayət işi qaldırmaq ola bilər. Başqa problem də ki, bu filmler ki yayılır, bir jurnalisti hokkabazlıq var ki bu şahçılar bu işi görürlər. O da bundan ibarətdir ki şahçılar məsələn 20-30 nəfər yığışırlar bir etiraz aksiyası olanda bu etiraz aksiyasının sonunda dururlar və oradan film çəkirlər və Riza Pəhləvinin nəfinə şuar verirlər. Bu film yayılanda, yəni bu filmə baxanda belə etkisi olur baxanların üstündə ki, bu etiraz aksiyası ki, neçə yüz nəfər var, bəlkə də neçə min nəfər, misal üçün mən deyirəm. Bunlar hamısı Riza Pəhləvinin tərəfdarıdırlar. Amma siz əgər o səsə diqqət eləyəsiniz, o səs neçə min nəfərin səsidir. O bəzi filmlərdə diqqətli baxsaz, onu dinləsəz, bu 20-30 nəfərin səsidir. Amma siz baxsaz o traktor futbol timinin tərəfdarları ki, o idman salonlarında ya meydanlarında şuar verəndə, o billənir ki, bunu neçə min nəfər bu şuarları verir. Yəni bu problem də var. Çox təəssüflə bu saxta filmlər Güney Azərbaycanla da əlaqədar yayılıb.
Əsas sual bundan ibarətdir ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının eşiyində olan qurumlar, o cümlədən səltənət tələblər, yəni şahçılar, xalq mücahidləri ya solçuların nə qədər bunların xalqın içində tərəfdarı var, ictimai rəyi bunlar təmsil edirlər ya yox. Biz bu konu ilə əlaqədar realist olmalıyıq, yəni gerçəkçi və gerçəyi olduğu kimi görməliyik. Biz iddia eləyənmərik ki, məsələn, şahçıların bir nəfər də tərəfdarı yoxdur Güney Azərbaycanda, ya xalq mücahidlərin, ya solçuların, ya milli məzhəbilərin, ya indiki Molla rejimin. Onların da tərəfdarları var, amma onlar o balaca qurumları təşkil edirlər. Yəni, Güney Azərbaycanda ictimai rəyin çoxluğun təmsil etmirlər. Siz dünyada baxsaq, dünyanın heç yerində bir partiya, ya bir siyasi koalisiya, ya bir milli azadlıq hərəkatın tapanması ki, 100% xalqı təmsil edə. Əsas o ictimai rəyin çoxluğun təmsil etməkdir. Bunu biz nazır sübut eləyə bilirik ki, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının Güney Azərbaycanda hegemoniyası var, çoxluğu, ictimai rəyin çoxluğunu təmsil edir. Əlbəttə, burada da bir əsas problem var. Əsas problem odur ki, İranda azad şərait yoxdur. Dünyanın azad ölkələrində müəyyən müəssisələr var, gəlirlər, siyasi partiyalarla, siyasi şəxsiyyətlərlə statistik tuturlar və onu yayırlar. İran kimi ölkədəki diktatoriya hakimdir, ancaq o etiraz aksiyaların kəmiyyəti və keyfiyyəti təyin edici rol oynur. Güney Azərbaycanın bu son demək ola bilər 20 ildə ya 30 ildə baxsaq, etiraz aksiyaları ki, Güney Azərbaycanda baş verib, kütləvi formada, məhdud formada mən demirəm, orada görürük ki, hegemoniya, yəni öndə gedən qüvvələr Güney Azərbaycanın milli azadlıq hərəkatıdır, milli faallardır. Misal üçün bir Xurdad qiyamı 2006-da baş verdi də, hüdudən 20 il bundan öncə. Siz baxsaz, yəni indi filmləri də qalır. Etirazlar kütləvidir, çox sayda xalq küçə bazardadılar və şüarlar da köylü hamısı milli ruhlu şüarlar verir. Yəni çox uzağa getməyək. Bu neçə ay bundan öncə Urmiyyədə Kürdlərin torpaq iddiasına qarşı bir etiraz aksiyası oldu. Orada neçə 100 min nəfər şirkət elədi. Yenə də orada şüarlara baxsaz, biz bundan nəticə ala bildik ki, Güney Azərbaycan azadlıq hərəkatı, milli faallar orada öndə gedən qüvvələr idilər. Amma Güney Azərbaycanda başqa qurumlar, misal üçün şahçılar, ya mücahidlər, ya solçu qurumlarında məhdud formada onların da tərəfdarı var. Bundan əlavə, Güney Azərbaycanın böyük şəhərlərində, istər Ərdəbil ola, Urmula, Təbriz ola, bir neçə universitet var. Bu universitetlərdə yerli olmayan öğrenciler de var. Mesela İranın başka yerlerinden, mesela Şirazdan, İsfahandan gəliblər, Kirmandan gəliblər, orada təhsil alırlar. Onlar da keçmişdə məhdud formada etiraz aksiyaları aparıblar, fars mərkəzli şüarlar veriblər. Yəni biz bu etiraz aksiyalarına istinad edib nəticəlanmarıq ki, bunlar Güney Azərbaycanda ictimai rəyi təmsil edirlər. Çünki bu qurumların istər mücahidi xalq mücahid ola, istər şahçısı ola, istər solçu quruq ola, əldə bir dənə material yoxdur, bir dənə film olar ki, bunlar bir müvəffəq olublar Güney Azərbaycanın şəhərlərində bir yerdə bir kütləvi etiraz aksiyası keçdilər. Tamam
əldə olan material filmdən bunu göstərir ki, kütləvi etiraz aksiyaları Güney Azərbaycanın milli azadlıq hərəkatının hegemonisi ilə, hakimiyyəti ilə həyata keçirilir. Başqa məsələ də o Güney Azərbaycanda xalqın tarixi hafizəsidir. Bir xalqın tarixi hafizəsinin bir neçə saxta xəbər ilə, saxta film ilə dəyişmək olmaz, anlatmaq olmaz xalqı. İran, Güney Azərbaycanda xalq göstərib ki, əməldə həm Pəhləvi rejiminə əleyhinədir, həm bu Mulla rejiminin əleyhinədir. Misal üçün İranda İslam inqilabı baş vermədən öncə, bir il öncə, 1978-də ilk dəfə olaraq İranda Təbrizdə kütləvi etiraz aksiyası baş verdi. Yəni xalq çox sayda çıxdılar küçə bazara. İlk dəfə olaraq şaha ölüm şüarı verildi Təbrizdə. Getdilər Rəstaxız partiyasının qərargahını yandırdılar. Rza Pəhləvi, Məhəmməd Rza Pəhləvi fərmanı ilə ordu girdi şəhərə, çünki şəhərin kontrolunu keçmişdi xalqın əlinə. Hər yerə hakim olmuşdular. Məhəmməd Rza Pəhləvinin fərmanı ilə ordu ilk dəfə olaraq girdi Təbrizdə şəhərə. Xalq boş əlindən gedib 2 dənə tankı tutub yandırdılar. Bərhal çox sayda adam yaralandı, öldü. O bir dönüş nöqtəsidir İranda İslam inqilabında. Çün ilk dəfə olaraq kütləvi etiraz aksiyası Təbrizdə baş verdi. Sonra bu kütləvi etiraz yayıldı İranın bütün şəhərlərinə, İsfahana, Şiraza, Kirmana və digər şəhərə. Bu bizim tarixi hafizəmizdir, bu silinən bir şey də. Gənə də İranda İslam inqilabı mesela nailiyyətə çatandan sonra Mulla rejimi hakim olandan sonra İranın Xibrəqan məclisində vilayət fəqih adına maddəni istədilər təsdiqləyələr. Azərbaycanın şəhərlərində o cümlədən Təbrizdə etiraz aksiyaları baş verdi və qanlı etiraz aksiyaları. Mən çox detallara girmirəm. Siz bunu az ya çox bilirsiniz və yenə də bilirik ki, çox sayda İsfahandan, Şirazdan o silahlı qüvvələri Mulla rejimi gətirirdi, çıxıb xiyabana etiraz aksiyası aparanları atış açıb öldürürdülər. Yəni ilk dəfə bu Mulla rejiminə kütləvi etiraz aksiyası Güney Azərbaycanda oldu, xüsusən Təbrizdə. Bu bizim tarixi hafizəmizdir, bu silinən deyil. Yəni son sözü belə deyə bilərəm, Güney Azərbaycanda mesela ictimai rəyi çoxluğu, yəni qəti çoxluğu, yəni bəlkə demək ola bilər 80-90%-dən də bəlkə artıq demək ola bilər Güney Azərbaycanın təşkilatların, faalların, milli faallarını himayət edirlər. Yəni hegemoni bizim Güney Azərbaycanın milli azadlıq hərəkatındandır. Babək bəy, beynəlmiləli bir media olan İran International televizyonu etirazlarda Pəhləvini dəstəkləyən şüarların videolarını həqiqətdən %400 daha artıq göstərib təkrarladığını araşdırmaçılar isbat etdi. Və maraqlıdır ki, bu media bu əməli üçün çıxıb açıqlama vermir. Ən azından bu ana qədər hələ bir açıqlama verməmişdir. Sizcə bu sadəcə bir media xətasıdır, yoxsa ölkənin siyasi gələcəyi üçün əfkar-ümumini
media vasitəsilə müəyyən bir səmtə yönəltmək çabasıdır. Və genəlliklə sizcə bu medianın işləri İranda Cümhuri İslami ilə mübarizə hərəkətlərinə necə təsir edir? International TV kanalı çevrilib şahçıların və Rıza Pəhləvinin tribununa. Onlar çalışırlar ki, ictimai rəyi Rıza Pəhləvinin nəfinə mühəndislik eləyələr. Bu qanlı etiraz aksiyaları ki, İranda baş verəndə görürük bu TV kanalı gərək bu ekspertləri, alimləri dəvət eləyib bunu bilimsel bu olayları araştırardılar. Bu işin yerine bu TV kanalı çalışırdı həyəcan yarada. Tamam araştırmalar göstərir, ekspertlərin nəzərinə görə bir çox baxılan TV kanalı, media əgər həyəcan yarada, bu həyəcan yaratmanın əsas təsiri gənclərin üstündə olur. Onların üstündə olur. Ona görə siz baxsaz bu qanlı etiraz aksiyalarında bir neçə min insan qətlə yetişib ki, bunların əksəriyyəti, çoxluğu 20 ilə 30 yaşın arasındadır. Yəni demək ola bilər əksəriyyət gənc idi. Burada İran International TV kanalı və şahçılar ancaq əxlaqı məsuliyyət daşımırlar. Hüquqi baxımından da məsuliyyət daşırlar. Çünki bu cinayətin, bu dəhşətli cinayətin yaranmasına zəmin yaradıblar. Siz baxın, buna propaganda aparırdılar ki, gəncləri kütəbazarda saxlayalar. Rıza Pəhləvi peyamin yayıdır, güya bu iddia edir, 50 min nəfər silahlı qüvvələrdən buna beyət eləyiblər. Ya gəlirdilər, xəbər yayırdılar ki, İranda əmniyyəti qüvvələr öz içindən dağılıb, çox ciddi ziddiyyət vəziyyət yaranıb onların içində. Rıza Pəhləvi də hazırlaşır qayıda İrana. Yəni əsas bu bir həyəcan yaradıdır. Bu fikri ki, güya bu İran rejiminin ömrü bitib və bu rejim əslində dağılmaq halındadır. Yəni burada biz biraz dayanmalıyıq. Bu propagandanın o mənfi tərəflərini göstərməliyik ki, əks olub gənclərin üstündə. Bunlar dedilər, əsas o etiraz aksiyalarına rejim dəyişirlər. İranda rejim, əgər elmi baxsaq, necə dəyişirlər? 4 dənə əsas şərt lazımdır. Birinci əsas şərt odur ki, kollektiv rəhbərlik ola. Çünki İran bir çox millətli ölkədir. Hər millətin də özünə aid siyasi partiyaları, təşkilatı var. Bu fərqli olmalar, müxtəlif partiya olmalar təhdid sayılmır. İctimai sərmayə sayılır. Buna bu cür baxmalıyıq. Yəni demək ola bilər başqa sözlə bizim İranda hamı yaşayanların, xalqlərin, millətlərin az ya çox problemi var. Demək ola bilər bizim hamımızın müştərək dərdimiz var, amma müştərək projemiz yoxdur. O projenin ətrafında birləşək. Yəni bu kollektiv rəhbərliğin ikinci şərti odur ki, xalqın əksəriyyəti ondan himayət eləyər. Əgər demokratik formada bu cür bir kollektiv rəhbərlik İranda formalaşar, xalqın əksəriyyəti İranda ondan himayət elər. Bu ikinci şərti budur ki, araşdırmalar göstərir ki, bir rejim dəyişirlər, gərək xalqın ümumi halda İranda 3% yarım
gərək aktiv küçələrdə, bazarda olana etiraz aksiyaları keçirirlər. İranda deyirlər 90 milyon insan yaşır. Yəni hüdudan 3 milyon 150 min, əgər səhv eləməsəm. Gərək aktiv küçə bazarda olala. Siz indi baxsanız, bu etiraz aksiyalarına ki, filmlər yayılıb, yəni bunlara dayanıb demək olmaz 3 milyon 150 min İranda etiraz aksiyası keçirdiblər. Yəni Tehranda ətrafı ilə deyirlər 12 milyon insan yaşır. Siz etiraz aksiyalarına o filmlərə baxsanız, neçə yüz nəfər, ən yaxşı halda deyə bilirik istisna halında, neçə min nəfər olar. Pəs bu şərtdə o etiraz aksiyalarında yox idi. Üçüncü əsas şərt odur ki, İranda İran miqyasında tətillər ola. Yəni etisab. Yəni xüsusən nəqliyyat, neft və enerji sektorları işdən əl çəkələr, tətil ola. Bu səbəb olar ki, hökumət iqtisadi baxımdan iflic ola. Hətta əmniyyəti qüvvələrlə, o qüvvələr ki, bu rejimə müdafiə edirlər, onları da nizarətin itirə oraya. Nəhayət bu bir vəziyyət yaradar, bu üç şərt olsa, hərbi qüvvələr çoxu bu cəsarəti tapalar ki, xalqdan himayət edir, onda rejim aradan gedir. Həmən elə bu şərtlərin heç biri bu son etiraz aksiyalarında yox idi. İranda etiraz aksiyaları otomat başladı da Tehranın bazarında. Sonra Rıza Pəhləvi tez gəldi o güclü informasiya vasitələrlə istədi bu hərəkəti müsadirə eləyə. Çünki bu etiraz aksiyaları başladı. Siz də etiraz eləyə. Sonra gəldi, bir 2-3 gündən sonra bir mesaj verdi. Dəvət elədi ki, İranda nəqliyyat, enerji və neft sektorları da etiraz işdən əl çəkələr. Tətil edəyələr işi. Yəni bu etiraz aksiyası aparanlardan himayət eləyələr. Heç kim buradan himayət eləmədi. Yəni tətil eləmədi işi. Onda Rıza Pəhləvi və İran International TV kanalının işçiləri bunu başa düşərdilər ki, əfqar-ı umumidə Rıza Pəhləviyə həssasiyyət var, himayət eləmirlər. Yəni bilirsiniz, əgər bu İran miqyasında tətil olsaydı, etisab olsaydı, o bunu göstərdir ki, geçli xakistəri deyirlər İranda fars dilində. Yəni əksəriyyət bu etiraz aksiyalarından Rıza Pəhləvidən himayət eləmədilər. Rıza Pəhləvi axmaq adam deyildi. O başa düşdü ki, xalq bundan himayət eləmir. Amma bilə-bilə həm Rıza Pəhləvi və İran International TV kanalı gəldilər, dəvət elədilər ki, xalqı xiyabanlarda qədər dəvət bu etiraz aksiyalarına davam verələr. Propaganda ilə. Və əslində zəmin yaratdılar bir dəhşətli cinayətə. Neçə min insan ölüb, əksəriyyəti gəncidir. Hər ölən bir ananın, bir atanın balasıdır. Əslən indi dünya bu xəbərlər yayılandan sonra şok durumda. Necə ola bilər ki, bir ölkədə silahlı qüvvələr öz xalqın küçə bazarda gülləliyə, neçə min nəfəri öldürə. Bəli, bunlar da bu işi ilə əslində zəmin yaratdılar bu dəhşətli cinayətə. Mən inanıram ki, İranda əgər bir azad şərait yarana, yəni məhkəmə sistemi müstəqil ola, bu İran International TV kanalına, şahçılarına qarşı, Rıza Pəhləviyə qarşı gərək cinayət işi qaldırırlar. Çünki zəmin yaratdılar bu dəhşətli cinayətə. Bəli, təəssüflə mən sözümü belə bitirim. İran International TV kanalı çalışır ictimai rəyi Rıza Pəhləvinin rəfinə mühəndislik eləyə,
Amma əməldə səbəb olub ki, müxalif qüvvələr, mullah rejiminə qarşı müxalifələr polarizə olalar, yəni qutbulaşalar. Bir-birindən əvəz bir müştərək projenin əsasında birləşirlər, bir-birindən üz-üzə duralar. Yəni bu çox böyük zərbəni İranda opozisyona demək ola bilər əslində bu İran International TV kanalı və Riza Pahlavi vurub. Sayın Babək bəy, bu səltənətçi cəryanın mediada siyasətindən başqa keçid dövrü üçün hazırladıkları və sənəd kimi təqdim etdikləri plana da baxaq. İstirar dəftərçəsi adlı sənəd Cümhuri İslamidən keçidi açıqlayır. Bu sənədi oxuduğumuzda 57-ci ildə Pəhləvi nizamından Cümhuri İslamiyə keçiddə baş verən senaryoya çox bənzər bir hal görürük. Bu sənəddə Riza Pəhləvi adlı müəyyən bir şəxs bugündən keçid dövrü üçün rəhbər kimi tanıtdırılır. Sənəd etnik, yəni millətlər mövzusuna heç girməyib. Hətta zahiri qorumaq üçün belə mərkəzsizləşmə və ya ana dilini öyrənmə kimi minimum tələblərdən belə qaçınırlar. Bu cəryanın İrandakı millətlərə, özəlliklə də türklərə qarşı yanaşmasını necə dəyərləndirirsiniz? Çox təəssüflə Riza Pəhləvidə və onun tərəfdarlarında populizmin əsas xüsusiyyəti var. Populizmin bir əsas xüsusiyyəti və əlaməti ondan ibarətdir ki, biz kollektiv rəhbərlik yerinə siyasətdə fərdi pərəstiş eləyək, fərdi rəhbərliyə inanaq və onu xilaskar kimi görsədək. Misal üçün, Riza Pəhləvinin tərəfdarları Riza Pəhləvini xilaskar görsədirlər. Belə istəyirlər görsədərlər ki, o siyasi hakimiyyətə gəlsə, İranın tamam problemləri həll olacaq. Belə demək ola bilər ki, bunlar bir acı tarixi təcrübədən, yəni İslam adına, İslami inqilabdan İranda lazım olan dərsi almayıblar. Tarix hekayədə, tarix elmin bir şaxəsidir. Dünyanın müxtəlif universitetlərində gedirlər, onu oxurlar, öyrənirlər. Niyə oxurlar, öyrənirlər? Tarix ona görə əhəmiyyəti var ki, biz bu acı tarixi təcrübələri elmi açıdan araşdıraq, ondan nüqsanları görək, mənfi cəhətləri görək və bir vəziyyət yaranmıyor ki, bu acı təcrübə yenidən təkrar ola. İranda İslam inqilabı baş verəndə xalq Xümeyniyə xilaskar kimi baxırdılar. Fərdi rəhbərliyə inanırdılar. İş o yerə yetişdi ki, Xümeyninin şəklin ay kürəsində gördülər və belə şüar verirdilər. O zamana kimin ki damarlarımızda qan var, Xümeyni bizim rəhbərimizdir. Nəticə nə oldu? İndi İranın durumuna baxın. Hər ləhazdan iqtisadi, siyasi, xalqın məişət durumu, ümumi vəzi bir faciəli durumdur. Biz bundan dərs almalıyıq. Yəni bu Riza Pəhləvinin tərəfdarları bu acı tarixi təcrübədən lazım olan dərs almalıdırlar. Zəmin yaratmamalıdırlar, o təkrar ola. Bilirsiniz, demokratik rabitədə əslən rəhbər yoxdur ki, nümayəndə var. Bir azad şəraitdə xalqı fikirlə birinin təxəssüsü var, bilgisi var. Eləyə bilər məmləkətə faydalı ola, ona səs verib onu nümayəndə kimi özlərinə seçirlər. Hər zaman da bu fikrə yetişsələr ki, bu vəzifəsini düzgün əməl eləyən bir, onun vəzifəsini əlindən alırlar ya yenidən ona səs vermirlər, başqa adam gəlir ki, işləri yaxşı görə. Amma hər hal demək ola bilər ki, son 100 ildə İranda faslar iqtisad sahəsində, siyasət sahəsində, kültür sahəsində onların hakimiyyəti olub. Yəni Riza Pəhləvi onun tərəfdarları
Farslara aid olan siyasi qüvvələrin ən irticacı və şovinisti bölümün təmsil edirlər. Onların qırmızı xətti odur ki, Fars üstünlüğünə inanırlar. İstəyirlər Fars hegemoniyasının eyni bu son 100 il kimin siyasət sahəsində, iqtisad sahəsində, kültür sahəsində hifz eləyərlər, saxlayarlar, qoruyarlar. Ona görə siz baxsanız İsa Pəhləvi və onun tərəfdarları demokrasiyadan, insan haqlarından, vətəndaş haqqından danışırlar bir ümumi söhbətdə. Yəni siz konkret soruşasınız ki, bunlar İranı bir çox millətli ölkə tanımırlar. Konkret bizə ana dilində təhsil haqqını tanımırlar. Yəni bu soruşanda da bu ittihamlar vururlar ki, bu separatçıdır, istəyir İranı parçalaya. Demək ola bilər bu qüvvələrlə çox təəssüflə biz üzbəyüzük, bizim düşmənimiz sayılırlar. Minlərlə insanı bizim milli hökuməti zorakılığıyla Azərbaycanda yıxandan sonra çox sayda insanlar məcbur oldular, mühacirət eləyərlər, malları müsadirə olar. Minlər insan Güney Azərbaycanda qətlə yetişdilər. Onu Azərbaycanın qurtuluşu bilirlər. Və neçə dəfə hər il bu Rza Pəhləvi mesaj verər Azərbaycanın qurtuluşu haqqında ki, bunları burada gedib insanları qətlam eləyiblər. O bizim milli hökuməti aradan aparıblar. Onu şənlik elərlər. Bəyanıya verirlər. Bu cür qüvvə demək ola bilər Rza Pəhləvi və şahçılar biz bunlarla üzbəyüzəyik, bizim düşmənimiz sayılır. İrandan ancaq Azərbaycanda yox, Bəluçlar var, Ərəblər var, Kürdlər var. Başqa millətlərdə yaşayır. Əgər bu İranda bu Molla rejimi dəyişilə, yəni bu Rza Pəhləvi vəziyyət açıla, bura bir müəyyən qədər siyasi gücə malik olalar. Hətta bunlar eləyə bilərlər, bu potansiyel var İranda iç savaş düşə. Hətta İranda əgər istədi, İran indiki vəziyyəti qala bir ölkə kimin gərək kollektiv rəhbərlik ola, bu demokratik mahiyyət ola və konkret planı ola. Ata-baba sözüdür, deyərlər, üstöytülü bazar, dostluğu bozar. Biz hər siyasi etilaf olur, həqiqdə söhbət olur. Konkret baxmalıyıq ki, burada bir müştərək proje var. Bu müştərək projede Azərbaycanı hansı yeri alır, bizim payımız nə olur, bizim durumumuz nə olar. Bu cür şeyləri ümumi söhbət eləməyə, gələcəyə həvalə vermək, ya bir xilaskar, bir fərdi xilaskar göstərməklə həll olmaz. Yəni, izin verməməliyik başımıza böyük keçə. Mən Güney Azərbaycan xalqında yüksək səviyyədə milli şuur görürəm, xüsusən cavanlarımızda, gənclərimizdə. Fikir eləmirəm, bu dəfə biz o tarixi acı təcrübələrdən lazım olan dərs almışıq. Fikir eləmirəm, bu dəfə bizim başımıza böyük keçə. Təşəkkür edirəm, sağ olun. Hörmətli Babək bəy, proqramda suallarımızda toxunulmayan, amma bizimlə və müxatəblərlə paylaşmaq istədiyiniz bir mövzu varsa, lütfən buyurun, söz sizindir. Mənim artıq sözüm yoxdur. Yenidən sizdən təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olun, var olun, yorulmayın. Güney Azərbaycanlı müstəqil jurnalist Babək bəy Azad. Araz News Radiosunun Panorama proqramına qatılıb fikirlərinizi paylaşdığınız üçün təşəkkürlər. Saygıdeğer dinleyiciler, bizi dinlediğiniz için çok teşekkür edirik. Gelecek panoramada bir başka bəhsə qədər esen qalın. Çox səsliliyin səsi Araz News Radiosunu dinləyirsiniz.